Qədirxum günü nazil olan ayələrdə Allah Teala buyurur ki, həm sizə dini tam etdim, həm də kamilləşdirdim. Dinin tamamlanması Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bütün dini hökmlərin nazil olması idi. Artıq Qədirxuma qədər bütün şəri məsələlər, dini hökmlər nazil olmuşdu. Amma onun kamilliyi qalmışdı. Onun kamilliyi Hz. Əmir əl-Müminin Əli əleyhissalamı Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın əmri ilə öz canişini təyin etməkliyi ilə kamilləşdirdi. O baxımdan Qədirxum bayramı, Qədirxum günü, Qədirxum hadisəsi dinin bütün hökmlərinin nazil olmasından sonra, tamamlanmasından sonra kamillik həddidir. Əgər Həzrəti Əli əleyhissalam kimi bir şəxsiyyət Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra canişin təyin olunmasaydı, o zaman din kamil şəkildə olmazdı.